Bu deyirlər bıçağı görəndə güya ki, spamıza durur. Sən mənim Camidən bu parasını ye. Bunu ata oğula verməz. Dişlərə baxayım maşallah. Qazı yox, qaz yatıb. Qaza müəllim axtarıram ingilis dilində dərs keçməyə. Maaş nə qədər? 2000 dollar. Gəl qazın yanında durub deyirəm o dəlir. Nə yazıb ay Allah? Qaza müəllim axtarıram, milli şou. Bir dəqiqə təzədən ekran kaydı elə qoy, bunu yeyim. Yeyib danışanda pis görünürəm. Hə, əziz dostlar, məndən bayaqdan hamı qazı soruşur. Qazım çox gözəldir, çox yaxşıdır və hal-hazırda qazımıza baxacaqlarıq. İngilis dilində bilən olsun. Bizim qazımız ingiliscə bilir. Ona görə də zəhmət haqqı da yaxşıdır. Qaza baxacaqlarım. Və toya da həmin qazla getmək 7000 dollar. Qazsız getmək biraz ucuz. Baxın da. Özdə xahiş edirəm, orada bəzi adamlar ağzına gələni yazır. Bizim o qədər dəyərli sənətkarlarımız var. Biri eşəklə klip çəkdirir, biri itlə klip çəkdirir. Mən də yenilik elədim, özümə qaz aldım. Nəyi pisdik? Pisdir? Pis deyil, mən düşünürəm. Vəssalam, bu qədər. Bu da partlasın. Bir dənə danışıram, bir ay gedir. Hər yerdə mənim deyirlər. Bu kütlə ilə qabağa girəməyəm müğənnən. Ağılda keçə yamayım. Всё. Şorqalı bişirə bilirəmmi? Yox, bişirəmirəm. Büyüncəmi 3 nəfər blok eləmişim. Çox sağ olun. Anetta, oxuyanmadım nə yazmışsınızsa. Adın məzəlidir, erməni adına oxşuyur, ona görə oxumadım. Onda qazetinə bax, mən etdim. Canım mənim efrim bu deyil. Ay canım, efri soruşanlar. Nə, efir sizə nə yaman dərd olub? Efirə baxırdınız ki? Qadağa yox da. Heç kimə qadağı yoxdur. Bir dənə mənə qadağı var, çünki mən orada yoxam ona görə. Yox, mən Azərbaycanda yaşamıram canım mənim. Yox, çıxışma da stop qoyulub, girişmə də stop qoyulub. Yoxam, buradan da çıxışma stop qoyulub. Ağzəl göz çaşı sabahları parodiyle. O, Günəş xanım. Gözəl xanıma. Efirə belə xanımlar çıxsın. Abırlı, həyalı. Oturuşun, duruşun bilən. Bakıya gələmirsən? Yox, heç Rusiyadan da çıxamıram. Bakıya da gələmirəm. Niyə ay toylar kraliçəsi? Mənə bura bəs eləyir də. Dünyanın ən böyük ölkəsi, dünyanın ən böyük şəhərdir. İşgür çatdıra bilirəm. Mart-aprel ayına bir 22 toyum var. İndi bu 11 təyyarə uçuşum, 11 toyum kənarda, geri dönüşlə bir yerdə 22 uçuş. 22 uçuşu çatdıra bilən oğul istəyirəm. Nə vaxta kimi? Ömürlük canım, pajizm. Nəyə bilərəm? Yəni
Bu məni pis eləyirmi? Yox, daha da sevinirəm. Çünki özüm belə istəmişəm. Belə istəməsəydim, yəni ki, belə istəmişəm, belə. Qızıl bahadımı? Yox. Rus qızılı yaxşıdır, amma ki, mən 750 prop xoşlayıram, bir də 3-dən 9-lar. O da indi xoşlamıram artıq, hər şeyin özünün öz. Vallahi özüm istəmirəm, yüzür. Mən bilirəm ki, bu addım atanda belə olacaq da. O addım atmaram, belə də olmaz. Özüm o addım atıram ki, belə olsun. Mənə belə sərf eləyir. Oturub arvad olmaq lazımdır. Mən ora getsəm, Mamed ayrı adamla evlənəcək, araya məsafə girəcək. Ondan sonra indi gəlsən dava sal, qırğın sal. Kişi xeylaqlarına beh bazar yoxdur. Bir ay arvadsız qaldı, bir də gördüm evləndi. Üzürlü sayında bunu da yiyeyim, bəs salam, sağ ulaşacağım. Mənim Bakıda heç kimim yoxdur. Bakılı deyiləm. Mən əslən Təbrizdənəm. Tovuzda doğulmuşam. Bir 20 ilə yaxın Tovuzda yaşamışam. 20 ilə yaxın Bakıda. Bir 20 il də burada. Ondan sonra baxarıq. Ağa deyir, Sürdəriyə, Sürdəriyə. Osman Aydınoğlu deyir, harada yaşayırsınız? Dünyanın ən böyük şəhərində. Dünyanın ən Forbes-ə düşən milyarderlər yaşayan şəhərində. Tapın görüm haradır? Tapın görüm. Ay, sağ olun. Nazlıcan, qadının vətəni ərinin yanıdır. Mən belə düşünürəm. Bu deyil, hamı yazır Moskva. Rublevkadan gəldik, indi çatmışıq evə. Aysel xanım, o şeylərdən başım çıxmır. Müharibədir, dindir, siyasət, mənim başım çıxmır. Ona görə də o temaları mənlik deyil. Mənə şovdan, qazdan, ördəkdən sual verin. Hə, ailə üzvlərim Avropadadır. Hamısı Alman vətəndaşı, hamısı. Dediyimə inanıram, deyəndə bunu mən deməmişəm. Google-a yazın, vurun. Dünyanın ən böyük ölkəsi, dünyanın ən böyük şəhəri. Google-a yazın, vurun. İndi bu dəqiq Google-a yazın, vurun. Gəlin burada cavabını yazın. Səni niyə məhkəməyə veriblər, Afət xanım? Problem yox. Məhkəmə insan üçün də. Qazımı verəsi deyirlər ki, ördəyimi verəsi deyirlər ki, məhkəmə insan üçün. Nəcəb getmişsiniz Almaniyaya. Çünki yoldaşım Alman deyil, yoldaşım Rusdur. Gülbəniz xanım, gecəniz xeyir sizin də. Yazıb ki, Moskva dünyanın ən böyük şəhərdir. Siz Tony Gəncəli ola bilərmi, siz bilmirsiniz? Google-a yazın, vurun, öyrənin. Hər axşam sizə bir şeylər öyrədəcəm. Mən də demirəm, mən dahiyəm, hər şeyi bilirəm. Mən də öyrənirəm, öyrəndiyimi sizə ötürürəm ki, bir sağ ol deyəsiniz də. Hər gün bir şey öyrənin. Axı, siz heç Azərbaycanlı deyilsiniz. Mənim üçün fərqi yoxdur, Azərbaycanlı deyiləm də. Sual vermişsiniz. Mənim evdə mənə dediklərinə görə əslən Cənubi Azərbaycanlıyıq. Amma Tovuzda doğulmuşam. Əslində Gəncədə doğulmuşam. Tovuzda yaşamışam. Sonra birazdan Bakıda yaşadıq. Sonra indi də qismət burada. Ağcabədiyə salam. Yox, dünyanın ən böyük şəhəri Meksika deyil, Moskvadır. Meksika özü ilə Moskva deməkdir, M hərfi ilə başlayır. Həmişə belə hazır cavab ol deyil. Doğrudan. 10 il. 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 10 il
Dünyanın en büyük şehri. Burada nispi şeylerdir. Tokyo, Mexico, Çin'in Chongqing. Ama mənə görə Moskvadır. Gözəldir, ən gözəl şəhəri. Və indi gəlin oxuyaq. Dünyanın ən böyük ölkəsi. Nərəsi? Rusiya. Baxırsınız. Ola bilər şəhər artıq nisbətdə hər il ola bilər 10 ildən bir başqa yerin ərazisi dəyişir filan, amma görürsünüz Rusiya yazılıb. Bax. Birinci Rusiya. Baxdınız? Üçüncü yerdə Amerikadır. İkinci yerdə Kanadadır. Dördüncü yerdə Çindir. Mən kimi sevməyindən demirəm. Mən deyirsiniz harada yaşayırsan, mən də sizə sual verirəm ki, Aşıq Sabir, spasiba əziz dostum. Mən də sizə cavabı belə verirəm ki, mən də sizi test edirəm. Məsələn, dünyanın neçə okeanı var, dünyada neçə okean var, yazın. Ən böyük okean hansıdır, onu da yazın. Dünyada 4 okean var. Ən böyük okean da Sakit okean. Sakit okean, Atlantik okeanı, Şimal Buzlu okeanı. Bir də hansı okeandır? Sakit okean, Atlantik okeanı, Şimal Buzlu okean. Birində yazın Hind okeanı. Spasiba. Sonra ən böyük okean da Sakit okeandır. Ən dərin çökəklik Mariana çökəkliyi Sakit okeanda yerləşir. Mənim yadımda qalanlar bunlar. Sonra dünyanın ən uzun çayı hansı çaydır? Nil çayıdır. 6671 kilometr uzunluğu var. Belə şeylər. Bunları sizə həmişə öyrədəcəm. Baykal ən dərin gölüdür canım. Baykal da böyük. Baykal da Rusiyadadır. Görmüşəm yaxında toya gedəndə. Səhv eləmirəmsə İrkutskda gördüm də. Birdən səhv eləyərəm. Ya Tomsk idi ya İrkutsk. Ay Mamet. Baykal gölü hardaydı? İrkutsk deyirəm də. Körpüdən keçdim dedilər bu Baykaldır. İrkutskda. Buradan salamlayıram. İrkutskda yaşayan Azərbaycanlıları. Ən dərin göl Baykal gölüdür. Səhv eləmirəmsə 6671 kilometrdir. Səhv eləyərəm birdən. Çoxdan oxumuşam. Dəqiq bilmirəm, amma məncə elədir. Sonra coğrafiya dərsi. Mən universal müğənniyəm də, hamısını bilirəm. Atanız gözəl insan idi. Hazırlıq keçdiyi hər bir şagird ali məktəbə girir onlara. Çox sağ olun Fəxri bəy. İndi ay Fəxri bəy deyir, atlar ölüb itlərin bayramıdır. Bilirsiniz, gəldi bu Helmdən gələn, küçədən gələnlər, onlar da oldular müğənni, ailə tərbiyəsi görməyən, da indi o sonraki şeylər gecə vaxt istəmirəm, nastroyeniyanızı körürüm. Ailə görməyən, ailə tərbiyəsi görməyən, əxlaqsızlar gəldilər, oldular efirlərdən bu üzdən aparıcılar onları müğənni kimi xalqa tanıtdılar və sırıdılar. Ona görə də qurunun oduna yaş da yandı. Ona görə bu dəqiqə müğənniyəm deməyə də utanırıq. Belə. Yenə başladı. Yox, nə deyim? Dünyanın ən böyük gölü də Xəzər gölüdür, ay xanım. Onu yazan Gülxar Məlikova. 180 min kvadrat kilometr olmalıdır ərazisi. Ən böyük göl olduğu üçün həm də dəniz adlanır. Belə. Heç bir müğənni bu qədər bilmir, bu qədər bilgili deyil. İş vurma cədvəlini vallahi bilmirlər, ay Fəxri bəy. Əksəriyyəti özür istəyirəm ifadəmə görə. Keşşəyin arpasını bölənmirlər. Eybi yoxdur, indi elmi bilməsələr də olar, amma heç olmasa yerdən qalxan insanlara pis nümunə olmasınlar. Zarina xanım, get yatay Zarina xanım. Mən zakazla danışmıram, bildiniz? Axşamınız xeyir, axşamınız xeyir. Uzer 0181. Ana muğamı gecənin vaxtı şikayət edirlər, burada elə şey yox. Çox paşsan deyir, bunun axırı yoxdur. Ola bilər. Ölkələrə çıxış olduğu üçün Hakim bəy yazır. Bəli, bəli.
Səni kimi deyir, gözəl, çox sağ olun, çox savatlısınız. Sağ olun. Müğənnilərin əksəriyyəti 99% savadsız yazır. Kim savadlı da yazırsa 1-2 nəfər özü yazır. Bəziləri pulla adam tutub yazdırır. Çox sağ olun, siz yaxşı olun. Sən mərd qadınsan, çox sağ olun, necəsə, sağ olun. Ay canım mənim, Nara, sən narahat olma. Azərbaycanlı milyarderlər də burada yaşayırlar. Qətiyyən narahat olma. Başqa belə problemin varsa de, yəni mənim yerimə narahat olma. Yaxşı, sən bilirəm kimsən, sən vicdoğansan, yanıb yaxılırsan axı. Kərvə getdi. Nə qədər kərvələr getdi, bir şey eləyənmədin afətə. Ona görə belə yazmalısan. Hə. Hələ çox yanassan, belə. Necə, sağ olun. Niyə boşanmışıq? Bizə nə var? Ailədə boşanma da olar, barışma da olar. Boşanırıq da, barışırıq da. Bir dəfə nə üstə boşandıq. Dedim, bu usta vursun aboyu, dedi, bu usta. O usta vurdu. Aboyda sıdıqlar bilinir. Dedim, boşanacağım. Mən belə xırda şeylərlə. Hə. Madagaskar. Mənim günahım deyil ki, mən əslən Cənubi Azərbaycandanam. Mən sizinlə, yəni mən Cənubidənəm, siz Şimalidən. Yəni hər ikisini də sevirəm, əlbəttə, amma məni özünüzlə bir tutmayın da, yəni mən heç Təbrizdə də yaşamamışam. Rahat olmayın mənə görə. Burada bir nəfər analara, bacılara hörmət qoymur. Onu atın bloka, anasından aldığı. Sağ olun Gülbəniz xanım. Yox, diyetadayam, ona görə yemək yemirəm. Gözəllikdir budur, çox sağ olun. İmkansızlara əl yox, tutmuram. Mənə düşmür. Qəti düşmür. Özüm imkansızam. O Fizi, salamlayıram. Yox, orada da, burada da ayrısı var. Bilmirəm ki, ay canım. Oho, Hasif Xəlilov. Çox sağ olun Gülbəniz xanım. Mən xoşlayıram deyib gülməyi. Kim də bu, necə deyim, kimin yumor hissi varsa, mənim səhifəmi takip eləsin. Kimin yumor hissi yoxdursa, qara qabaqdırsa, ömür boyu qan ağlayırsa, ömür boyu adam var ya, yanında oturursan, başım ağrıdı, ay belə, ay, hamının da dərd azar var, bəstirədə. O adamlar məni izlənməsin, valla. Takip etdimdir, çox sağ olun, düz yoldasınız. Sabah yox, birisi gün. Sabah da işimiz çoxdur, səhər 9-dan evdən çıxacaq yenə. Sberbank, oradan JEK, oradan Rublyovka. O şimdi axşam gəlib çıxacam. Birisi sizə hansı mahnıydı ay Mamet? Hazırladığım. Mamet müəllimin sifarişi ilə. Getmə uzaqlara, qal sənə qurban, ömürlük həmdəmim, ol sənə qurban. Bunu oxuyacağım. Fortepianoda. İndi gecənin bu vaxtı axıra qədər oxuya bilmədim. Çünki bunun zil nəqarət zadı var. Ona görə alınmır. Gecə saat burada 1-in yarısıdır. Bunu hazırlayaram. Fortepianoda. Qiymət verərsiniz. Deyirəm pis yazanlar pis. Valla mən görmürəm, Allah hamd olsun. Knopka əlimdə də ataram bloka. Görmürəm. İran mahnısı oxuyum. Yox, bunu oxuyacağım fortepianoda.
Qozalma salatı sabah eləyərəm. Mənim zaten süfrəmdən əski olmur. Bu salatla partlatmışam. Guinness'in rekordlar kitabına düşmüşəm. Amma Amerikada globalda 4-cüyəm. Sağ olun Sultanova. Yo, mən buraxmırlar ora. Nə buradan buraxmırlar çıxmağa, nə də oradan girməyə buraxmırlar. Nə amin? Bezmədim yeməklə. Bunun tərkibində dəmir var, dəmir. Ordubatdan gəlir. Bunu axıra qədər yeməsəm xarab olacaq. Malım xarab olunca qarnım xarab olsun. Bıraxırlar deyirəm. Hələ o işlərlə uğraşmağa vaxtım yox. 10 il buradayam. Kimlər şikayət edir, indidən gedin növbəyə durun, çoxlu şikayət edin. 57 yaşında gələcəm, qoca vaxtı iş axtaranda o işlərlə uğraşaram. İndi enerjili vaxtımda pul qazanmaq istəyirəm. Yaradıram, qururam. Yəni, hələ o şeylərlə uğraşmağa vaxtım yoxdur. Bildiniz? Nara elə vətənimdəyim. Mənim üçün kim arada çörək qazanır, onun gərək naşükür olmasın. Dünyanın hər yeri bizim vətənimizdir. Dünyanın hər yeri. Azərbaycana niyə gəlmişsiniz? Dedim də indi eyni sualı nə qədər verirsiniz? Deyirəm, buraxmırlar. Nə Rusiyadan çıxışıma icazə yoxdur, nə də Azərbaycana girişməyə icazə yoxdur. Gülbəniz xanım, çox sağ olun. İnanırsınız, hər yer burada Azərbaycanlılardır. Evin altı bütün marketlər Azərbaycanlılardır. Oğlum hanı? Heç bilmirəm. Şəhərin adı yadından çıxır. Cenevrədə, hə? Niyə icazə yoxdur? Deyir, Bicdoğan deyir, əlində belə yaba durub deyir, orada buraxmır. Mənə elə yazdılar bayaq. Dedilər, Bicdoğan deyir, qoymur. Mən onların dediyini deyirəm, ha canım. Bicdoğan deyir, qoymur. Bicdoğanın elə səlahiyyətinin olduğunu bilmirdim. İzləyicilər yazır. Mən də onun izləyicilərin yazdığını deyirəm, canım mənim. Marçıldatma. Baş üstə sağollaşıram sizinlə. Durum gedim sabaha, təzə sətirdən abzasdan. Hələ nə qədər işimiz var. Mən ancaq oruçluqda məhrəmətə ancaq ev remont edirəm. Ay piravo. Bicdoğan ərə gedir. Ay dostlar. Kəpənəkçi bir gədiyə. Gədə də 2 uşaqla arvadın qoyub küçələrdə düşüb bu Bicdoğanın dalına. Bax, yeni dank xəbər. Allaha and olsun. Yaxında şok. Özünüz görəcəksiniz. Evlənmə yolundadılar. Gədə də zaten neçəsini aldadıb. Show biznesdə qızlar var da. Adlarını çəkmirəm. Özləri istəsələr deyərəm. Özləri zaten aidiyyatı yerlərə gedib orada üzünə deyəcəklər. Üzünə, düppə düzünə. Deyəcəklər ki, sən mənə demişdin evlənək. Gedib restorana beh də vermişəm. Biri belə deyəcək faktlarla. Hə. Tak что, pingvin. Bicdoğan uje yoldadır. İndi də yazıq o bir pingvinin ailəsini az qalmışdı dağıtmağa. Biz qoymadıq. İndi də bir Gürcüstanın yaxasından yapışıb. Cavan uşaqdır da. Hə, yazıq. Neynəsin? Niyə? Ay canım, doğru danışana elə deyirsiniz. Vallahi Quran haqqı mən yalan danışmıram. Nəyə deyirsiniz and için? Olsun, onun da haqqıdır xoşbəxt olma. Amma evli kişidən, yazıq deyil onun 2 balası, onun arvadı. Yazıq deyil. Özünə o hərəkət etsələr, xoşun gələr. Olmaz axı. Allah and olsun. Yadınızdadır, Bicdoğan deyirdi ki, ərə gedirəm, ər olmasa gora gedirəm. İndi dostlar, akazmışqa görüb ki, mən Gürcüstanlı ilə ailə qurmuşam. Yapışıb oğlanın yaxasından. Özdə acığı eləyir, mənim acığıma. O, qabların, süfrələrin satışı, salamlayıram sizi. Mənim gözəl bacım Maçello təranə demiş.
söhbət, yaxında söhbətlər var. Orada oturmaqla deyil ki, görürsünüz, mən Moskvada oturub bütün söhbətləri bilirəm. Gədədə Polunu özünü elə göstərir ki, güya bunu sevir də. Biləcəksiniz yaxında. Bilirsiniz necə, cəhənnəmə kim neynir eləsə, amma yazıqdır da, o qızın 2 uşağı, o qız. Ay Vicdoğan, sən pul qazanırsan, sənə ər tapmaq 2 vur 2-dir. Get kasıb oğlanı özünə ər elə. Nə tutmursan, o da kasıbdır əslində. İndi hələ ki, oradan-buradan 5 manat, 3 manat tapır, gəh şey alır, telefon alır, gəh duxu alır, gəh neynir. Yəni, ev maşın zad ala bilmir. Pingvinin heç 10% da deyil. Pingvin ona baxanda normal adamdır. Yox, vallahi mən olan deyirəm, mən show biznes xəbərlərini sizə çatdırıram. Yəni deyirəm ki, təzə yeznənizi tanıyın, Gürcüstandandır. Amma qoymayacam, onlar evlənməyə, qoymayacam. O oğlan arvadının yanına qayıtmalıdır. Bunu axırda arvad eləyəcək. Subay oğlanla evlənməlidir, getsin ailəsində, ailəsinin arvadı olsun. Evli evinə dönər, başqasının ərindən özgə atına minən tez düşər. Yaxında hamısını biləcəksiniz. Şok bir reklam gəlir. Həqiqi reklam. 2 il gedəcək o reklam. Bir nömrəli toylar da məndə olacaq. İndi də zaten elədir. Amma mən düşünürdüm ki, çox toylar da götürməyim. Mənim əlimdə deyil. Mən o şeyin reklamı bilirsiniz nə gözəldir. Xəyallar qurmuşam. Ölkə gündəmi ancaq mənə deyəcək. Bəli, bəli. Süley it kimi bir doğan. Onun artığına bununla az bəsdir də. Deyəcəm, mənim mövzum budur, verilişim budur. Gecəniz xeyrə qalsın. Çox maraqlı məlumatlar verdim. Qatı açılmamış şou xəbərlərini. Milli şou. Milli şou. Bir doğan ərə getməyə hazırlaşır. Gördü ki, Afət Gürcüstanlıya ərə gedib. Vallahi billah. Gədə də evlidir, 2 uşağı var. Birindən ayırdıq, o birisinin evinə döndərdik, indi bu birisindən uğraşmalıyıq. Yaxında partlayış xəbərlər gəlir, hər yerdə mənə deyəcəklər. Gədə ilə vuruşmağa başlamışıq. Gədə də 80 kvadrat evdə qalır, elə imkanı zad yoxdur bir çətən külfətlə. İndi hələ cicim aylardır, hələ can deyib can işdən vaxtlardır. Gədə də çox müğənnilərə şeylər deyib, komplimentlər, səni sevirəm. Hətta elə müğənni olub ki, gedib restoran behini verib. Xanım hamısı onların yaxında mənim verilişimdə danışacaqlar bu barədə. Amma ya da aidiyyatı yerlərdə də, yəni hamısı hazırdır, danışacaqlar. Amma mənim sözüm buradan bu vicdanadır ki, sənin başına subay oğlan mı qəhətdir, bəs deyilmi? Onun evini yıxmaq istədim. Bu az bəsdir də. Bu da mahnıdır mı? 10 bun mahnısını oğurasın. Yenə mahnıya cəhənnəm. Gözümüzü yumuruq da. Az bəsdir də. O qanıb qandırmır, sən qan da. Qabların, süfrələrin satışı. Çox sağ olun. Dırnaqlarını da düzəldim. Dırnağım düzəlib. 2-3 gündən sonra yenidən düzəltdirəcəm. Çünki hələlik sizin müğənniniz yenə ev remont eləyir. Sabah evdən canlı açaram, baxarsınız. Sövqümü görərsiniz. Hər yer ağappaq. Aboy işi ilə məşğuluq. Yəni həm təsərrüfat işidir, həm remont işi, həm mahnı, həm klip, həm ər qulluğu, həm evimin xanımı, həm şou xəbərlər isti-isti. Bir yazıb o sənin heç vecinə də almır. Ala da bilməz zaten. Çünki mən olan yer zirvədir, diva demiş. Так что
Orduqat hayvanını da axır oxurudum, onu da yeyim. Bu hayvada nə var idisə açdım sandığı, tökdüm pambığı. Yaxında partlayış xəbərlər gəlir. Səhifəmə abunə olun. Böyük bir vuruşmanın başlanğıcındayıq. Yəni şey mənasında, belə əlbəyaxa vuruşma deyil. Hüquqi müstəvidə işlər başlayır, nə başlayır. Səhifələrdə təzə yeznənizlə mənim şəkillərimi görsəz çaşmayın. Vuruşmamız başlayır, az qalıb. Və buradan o təzə yeznəmiz olmaq istəyən adamın da arvadına deyirəm ki, el qızı, heç ürəyini də sıxma. Hamımız sənin arxandayıq. O pingvini evinə döndərdiyimiz kimi bu gədəni də evinə döndərəcəyik. Narahat olmayın. Hə dostlar, bizim işimiz budur. Yəni el qınağı deyilən bir şey var. Evli kişi ilə gələn gəzən pozğunları, yəni o pozğunlara imkan vermərik ki, xalqın ailəsini dağıtsın. Kişi də 50 qram içir, piyan olur, baş dumanlanır, fırlanır. Gəlir oradan, efirə də belə baxanda görür ki, daha demir ki, filtrlə belə. Hə, bu qədir gecəsində deyirəm ki, Allah evli kişilərin evini dağıdan, bir doğanların ittifaqını dağıtsın, başına adam qəhətdirmi, yet, rahat bir adam tap, subay oğlan tap, ailə qur, boşanmış o qədər var, arvad ölən o qədər var. Bizim sənətin adını bax, belə əxlaqsızlar məhv elədi. Mən bu gün utanıram müğənniyəm deməyə, amma mən sizə söz verirəm ki, mən sizinlə bir yerdə bir ilə, yarım ilə bilmirəm, nə qədər gedər, vuruşacaq hüquqi müstəvidə. Axır ki, o pingvini evinə döndərdiyimiz kimi bu təzə yeznəmiz olmaq istəyən, şou biznesə girmək istəyən bu Bicdoğanın əli ilə onu da evinə döndərəcək. Onun da həyat yoldaşına buradan deyirəm ki, el qızı, heç ürəyini də sıxma, sən möhkəm ol. Lap istəyirsənsə mənim direktimə də yaz, mən sənə köməyəm. Həm mənəvi cəhətdən, həm hüquqi baxımdan. Bu qədər. Yəni, hüququnuzu xanımlar, qorxunuzdan sakit evdə oturmayın. Ay mənim el qızım, hətta mən sənə məsləhət edirəm ki, sosial verilişlərin birinə çıx. Xoşqədəm xanıma, Zahir bəyə müraciət elə. İctimailəşdir. Evdə oturub niyə ağlayırsan? Niyə? Fikirdən, əsəbdən dəli olacaqsan. Bu xərçəng xəstəliyi fikirdən, əsəbdən yaranır, biləsiniz. İmmunitet aşağı düşür əsəbdən. Bir yerdən vurur, çıxır da xəstəlik. Mən biraz qısa danışdım o barədə, onsuz da uzun danışsam çox adamın beyninə girməyəcək. İçinizə salmayın, ay xanımlar. Nə oldu? Çıxın sosial verilişlərdə, rüsva eləyin o cür əxlaqsızları. Və yaxında dediyimin də sübutlarını sizə göstərəcəm, sübutların. Zaten pingvin bilirdi, pingvinə başa salmışdıq, pingvin başa düşdü, getdi oturdu evində. Öz ailəsinə qovuşdu. Hisdir, başa düşürəm, hisdir, həyəcandır, indi təzə sətirdən, abzasdan başa düşürük. Amma olmaz da, ailə müqəddəsdir. Kişi nə eləyirsə eləsin, evdə uşaqların anasını heç vaxtı sındırmamalıdır. Onda deyərəm ki, əhsən. De, çox sağ olun. Bəli. Safir olmur, sapfir. Adını hələ düz yaz, sonra fikir bildirərsən. Qabların, süfrələrin satışı o qədər əli yüngüldür ki, elə bir süfrə almışdım ki, inanmırdım ki, özdəki ailə quraram, yaxşı bir insan çıxar həyatıma. Bir də gördüm, elçilər, getdim partladım deyir. Get milli şou, get kef elə. Hələ sənə elə materiallar verəcəm. Mən ancaq şou bizneslə bağlı danışıram. Mən başqa yenə deyirəm, başqa sahələrdən başım çıxmır. Öpürəm sizi, gecəniz xeyrə qalsın. Partlayış xəbərlər gəlir. Milli şounu izləyin, milli şoya abunə olun. Ancaq mənim videolarıma like qoyun, komment yazın. Nə də ürəyiniz istəyir yazın, kompleksim yoxdur. Maçello, təranə, Bumral demiş.